Selamünaleyküm. Modelimiz Kia Sorrento'dur. Müşteri yaxınlaşıb, yağ axıtma var idi. Bu maarifləndirmək üçün çəkirəm ki, burada üst krişkanın membranı var. Krişkanın üstündə birləşən yer var. Membran gedir bu. Bunun dibindən buraxır. Çox adam elə bir prokatkadan buraxır, dəyişir. Amma yağı qabağını alıb kəsilmir. Mütləq ki, buna baxılmalı birinci növbədə. Baxın, bu modellərdə xəstə idi. Membranın arasından buraxır yağı, elə bilə üst krişkanın prokatkası buraxır. İnşallah bunu dəyişib, yol salacaq. Bir dənə onu deyim ki, elantıda sökmüşük. Karovkanın yağı görünəcəndə bərbad vəziyyətdədir və yenə deyirəm, karovka sökdükdə ilk öncə baxın, filtri söküb içinə baxın. Gördünüz, filtrin görüntüsündə çıxır. Direksiyonların paketinə baxın. Xərab olub, yiyilib, filtrin içinə doldurub. Bu da maşında gecikmələr, vurmalar əmələ gətirir. Baxın, filtr püskündədir. İnşallah hamısını yerində, zavod qaydasını yer verib, tərtəmiz yuyub, yağını dəyişib, inşallah ki, yola salacaq. Selamünaleyküm, modelimiz Hyundai Elantra 1.6 dizel 2015 16-cı il modelidir. Müştəri yaxınlaşdı ki, maşında boğulmalar var, maşın ağır yeriyir və sərfiyyat çox olub. Kompüter diaqnoz qoyduq və hava sisteminin, kalitet sisteminin tutulmağını gördük və açdıq ki, həqiqətən də bərbad vəziyyətdədir hava sistemi. Baxın, özünüz görəcəksiniz. Kalitetə baxın və bu kəfənəyə sistemidir. Bax, kəfənəyə baxın. Gör nə gündədir. Bu da yegerin turbasıdır. Baxın, tutulmanı görürsünüz. Son vardır. Buradan qətiyyən hava çəkmir. O dərəcədə tutulub yəni. Baxın. Görün nə gündədir bu sistem. Bu maşın belə işləməz. Və boğulmaların səbəbi də budur. Baxın, kalitetinin içinə baxın. Bilməm, görsənir ya yaxşı görsənmir. Amma içinə baxın, görün nə gündədir. Bərbad vəziyyətdədir için. Yəni, bu cürünə olan vəziyyətdə sərfiyyat da çoxalır. Maşında gedişat da ağırlaşır. Bax, yoldu, tərtəmiz. Zavod qaydasında. Xeyirli olsun. Baxın, qardaşlar, söktük, bu bir çəkdiyim videonun arxasıdır. Motorxanasına baxın, görün nə gündədir. Bu heç bu təmizlənəcək. Məsələ o deyil. Baxın, pastellər də yaxşı, ideal. Heç bir şey yoxdur. İndi burada bir dənə məsələ var, onu göstərəcəm sizə. Sefə baxın. Boşluq var, düzdür. Yəni əsasdaki əsas aşağıdakına baxaq. Bir yerdə baxırıq. Boşdur. Sef burada boş ola, amma sefdən səs gəlmirdi. Niyə? İndi onu göstərəcəm sizə. Nəyə görə? Hər 150 mindən onu demək istəyirəm ki, sefi dəyişməyə ehtiyac yoxdur. İndi bir dənə bir şey göstərdim sizə, baxın. Sef boşdur. Vəziyyətə baxın. Baxın. Fırladım, ha. Baxın. Bax, bəlkə oldu. Bu, bəzi üzdən yıraq çıxalar. Sefi. Dala fırladılar motoru. Dala fırlananda motor sef boşalır. Baxın. Sef boşalır. Deyirlər ki, sef boşdur. Dəyişmək lazım mütləq. Halbuki sef dala fırladanda straight var. Boşalır içində yağı. Başlı sef boşalmağa. Bu maşında 274 mində gedib. Sefində səs yox idi. Yenə deyirəm, müştərinin inadı ilə eləmişik. Yəni, hər şeyin halallığı olmalıdır da. İnşallah ki, bu yığılıb tərtəmiz. Yığılacaq, orijinal seflərlə dəyişəcək. Yığandan da sonra göstərəcəm işin ideallığına.
Yəni demək istədim o ki, hər 150 mindən bir verib sepi dəyişməyə ehtiyac yoxdur. 50 mindən geçsəz, mən deyən şey eləsəz, motor qala fırlatsaz, sep boşalacaq. 20 mindən də fərqi yoxdur. Ona görə işi halalla qazanan ustalara işi gördürün. O ustalarımızın sayı da çoxdur. Xeyirli olsun.